Salam müəllimlər, salam hörmətli izləyicilər. İndi isə deməli bərabər sistem ölçüyən temin test toplusundan birinci hissədən 45-ci sualın izahını vermək istirdim. Maraqlı sualdır. Çalışacağım nisbətən çətin sualların izahını kanalda inşallah paylaşım. Baxaq sualımıza. Deməli sualda verib x böyük bərabərdir 2a kvadrat çıxılsın 5a plus 17. Həmçinin x kiçik bərabər a kvadrat plus 3a plus 5-dir. Bərabərsə heyətin həllinin mənfi və müsbət sonsuzda olması üçün A parametrinin albəcə tam qiymətlərinin cəmini tapın. Əvvəlcə sual köçürək, sonra həll etməyə başlayaq. Baxın müəllimlər, sual olduğu kimi köçüşdük və burada nədən söhbət edir? X-dən söhbət edir ki, x böyüdür bu ifadədən. Həmçinin x kiçikdir bu ifadədən. Məsəl üçün, x tutaq ki, 5-dən böyüdür, 15-dən kiçikdir, düzdür? Demək, belə çıxır ki, bu ifadəmiz bu ifadədə nə olmalıdır? Kiçik bərabər olmalıdır. Düzdür müəllimlər, baxın, bu ifadə x bu ifadədən böyüdür. Bundan isə kiçikdir. Demək, bu böyük ifadədir, düzdür? Demək, 2a kvadrat çıxılsın 5a plus 17 kiçik bərabər a kvadrat plus 3a üzərinə 5 olmalıdır. 2a kvadrat çıxılsın 5a üzərinə 17 kiçik bərabərdir. A kvadrat üzərinə 3a plus 5. Hamı yığa bərabərsizliyin sol tərəfinə 2a kvadrat çıxılsın 5a üzərinə 17 çıxılsın a kvadrat minus 3a çıxılsın 5 kiçik bərabər 0 sadələşdirirsək qalacaq a kvadrat çıxılsın 8-dən a üzərinə 12 kiçik bərabərdir 0. Bunu kvadrat tənli kimi həll eləyək, sonra köklərini intervallar üstündən həll eləyə bilərik. Bu diskriminant bunlar üçün baxın, diskriminant bərabərdir 8-in kvadratı 64 çıxılsın 4 vur 1 vur 12 48 bərabərdir 16. A1 bərabərdir mənfi b, yəni mənfi 8-in əksinə olacaq müsbət 8 üzərinə kök altı 16 yəni 4 bölünsün 2 bərabər 6. A2 bərabərdir 8 çıxılsın 4 bölünsün 2 bərabər 2. Köklərin 2 və 6 tapdıq, düzdür müəllimlər? İntervallar quraq və buradan ciddi bərabərsizlik, düzdür? 2 və 6 özləri də daxildir. Bu 2, bu da olsun 6. Baxın müəllimlər, bizə nə lazımdır? Kiçik bərabərdir. 2-lə bir dənə kiçik qiymət qoyaq. Və müsbət 1 qoyaq. Müsbət 1-i yazaq bura. 1-in kvadratı 1 çıxılsın 8. Ecə mənfi 7. Mənfi 7-nin üzərinə 12-ndə müsbət 5. Müsbət 5 0-dan kiçik bərabərdir. Xeyr. Deməli bizə bu lazım deyil. Deməli bizə lazım sadəcə 2 ilə 6 araq. Mən 3 qoyub yoxlaya bilərik. Yoxlamağa ehtiyac yoxdur, yəni yoxlaya bilərik. 3-in kvadratı 9 çıxılsın 8 24 qalacaq mənfi 15 üzərinə 12-ndə mənfi 3 mənfi 3 həqiqətən də 0-dan kiçik bərabərdir. Biz deməli hansı interval lazımdır? 2-6 intervalı. 2-6 intervalında alabiləcək qiymətlər hansılardır? 2, 3, 4, 5, 6. Bunları toplayaq. 2 üstə 3, 5, o da 4, 9, 14, 6 toplayanda 20. Bu sualın cavabı oldu 20.